Kişi qalib ordunun əsgəridir. Bak, birinin başımız için alalım. Qıma çeksin. Bu kişi qalib ordunun əsgəridir. Bu Kənan kimi nə qədər oğlan burada yatmalıdır ki, daha bu problem həllini tapsın problemlər. Hamısı yarımcandır. Hansını İntihar deyəcək? Deyəcək ki, problem var. Özümdən götürdüm. İşsizlik, problem, bizim borc, xərc, çətinliklər bitən deyil, taran deyil. Darast değil. Yəni nə qədər bu beləncin olacaq ki? Nə yaşı var ki bu? Nə gördü, nə yaşadı ki bu kişi? Bunun kimi nə qədər oğlanlar yatır torpağın altında? Nə qədər daha qardaşlarımız itirəcək? Nə qədər biz təsəlli tapmışıq bizim özümüzün problemimiz bizə bəsdir. Mən hər qardaşlarımı, Kənan kimi qardaşımı itirəndə o dünyanı görürəm. Biz yorulmuşuq, cidden yorulmuşuq. Bizim özümüzü, bizən adam istəyir ki, çıxsın hər şeydən uzaqlaşsın, getsin, nə bilim, dağda yaşasın. Mən hər şeydən uzaq olsun, and olsun Allaha. O qədər yəni yorulmuşuq, buradayıq yəni. Qardaş, fevral ayından bura, martın neçəsi də bugün 6-da səfirləmirəm. Bəli. 2 ay oldu. Qazi yoldaşımızdır. 4-cü qazimizdir dünyasında. Bəli. Düzdür də? 4-cü qazimizdir. Özünə qəsd edir. Fevraldan bu dördüncüdür. 4-cüdür. Vaxtı bizi mecbur edib Qardaş, bu öldürdülər. ölkənin içində kimdirsə bu işləri aparanlar sırf Faktdır da. qazi ilə dövləti qorumuş. Biz bu bayraq, bax buradadır da, biz bu bayraqlarımızın dalğalanması üçün bu vəziyyətə düşmüşük da, dövlətimizin ərazi bütövlüyü olsun deyə. Dövlətimizə canımız var. Kimliyindən asılı dövləti içimizdə sevməyən insandır ki, bu gün dövləti qoruyan oğlan incidir. Bunun başqa adı yox. Deməli, bax, bu kişinin bir övladı var da, mən bildiyim qədər. Bu kişinin iki özümdən götürürəm. Mən həmişə misal gətirəndə birinci özümdən gətirirəm. Mən özümün bu gün imkanım yoxdur ki, bu kişinin balasına baxan, başa düşdünüz. Nə də ki, buradakı oğlanların. Düzdür, qardaş kimi gözümüz çatan nəyisə eləyəcəyik biz, nə bilim, dəstək olacaq. 1 4 2 4 nə qədər qazi dünyasında dəyişəcək bundan sonra. Bunun kimi neçə qazinin övladı qaldı, başsız. Yoldaşı qaldı. Bunlar nə ilə dolansın? Bir də ki, mən buradan xahiş edirəm, qazi qardaşlarım, döyüşçülərimizə, başınıza dönüm sizə, nə bilim, məni bir qardaş bilirsiniz sözünüzə, ayağınızın altında ölüm, intihar eləməyin, qardaşlar. Vallahi heç kimin vecinə deyil. Burada ancaq qazilərdir. Biz bəlkə də 1-2 nəfər qıraq vətəndaşıq. Fakat çək göstər, heç kim yoxdur. Qardaş, görüm, öz kəndinin cəmaatı gəlmir ki, qazi heç kim üçün maraqlı deyil bu günlərin. Kimsə inciməsin mənim sözümdə, nə qardaş? Bu vəfalılıq olmalıdır. Dövlətinə, bayrağına, millətinə qəlbində sevgisi olmayan insana. Mən icra başçısı Yok idi. Yok, bizde yok idi. Bu da bizim şahidimizdir. Yaşayan şahidimizdir. bir dənə icra olmalı. Sana. Sağlığında gətirib tökərdində onun küçəsinə qıra bilir. Gələndə batmazdı palçığa. 6 il keçib, indi yadır. Dünyasını dəyişəndən sonra reklama görə lazım deyil. Belə deyim. Uşaq deyil, hər şeyi bilirik, görürük. Bəs sizin yəni bu uşaqlarla, bu kişilərlə düşmançılıq aparır. Kimliyindən